Dua çox eləyin. Çünki bu gecə yazılacaq hadisələri dəyişməyə qüdrəti olan yeganə şey dualarımızdır. Bizim gələn il bu vaxta qədər başımıza gələcək müqəddəratı dəyişməyə gücü çatan şey duadır. Bax bu gecə eləyəcəyimiz dualar. Sizdən kiçik qardaşınız kimi xahiş edirəm, mənim üçün də bu duanı eləyin. O da budur ki, dua ilə İmam Zaman sənin üçün dua eləsin. Dua ilə İmam Zamanın qunutunda olasan. O necə deyir, mömin gecə namazında 40 dənə adamı dua elər. Yəni 40 nəfər onun qunutundadır. Ovucunun içindədir 40 dənə adam. Dua eləyin bu gecə, Qədir gecəsi ki, İmam Zaman əlin qaldıracaq duaya, onun qunutunda olasan, onun ovucunun içində olasan. O dua elədiyi adamlardan biri sən olasan, biri mən olam. O Qədir gecəsi olar, Qədir gecəsi. O Qədir gecəsinin qədri olar, dəyər olar. O Qədir gecəsi özümüzün dəyərimiz olar. O bizim üçün dua eləsin.